Salam əziz izləyicilər, riyaziyyat sevərlər, tələbələr, şagirdlər. Bugün mən sizinlə riyaziyyat sevərlər üçün 27-ci dərsimizdə görüşürəm. Məsələ 1. Turist əlində olan 75 metrlik iplə dərinliyi 100 metr olan uçurumdan düşmək qərarına gəlir. Uçurumun üstündə və ortasında ağac var. Təkcə 75 metr ipi və bıçağı olan bu turist aşağı necə düşə bilər? 50. Deməli, turistdə bir 75 metrlik ip var və bıçağı var. O, buradan necə düşməlidir? Məsafə də 100 metr uçurumun dərinliyi. Götürüb ipi 3 qat eləyir. Aydındır ki, 3 qat eləyəndə hər biri 3 qat elədi və 75-i də 3-ə böləndə 75 metri 3 yerə böləndə düşür 25 metr. Və 25 metrlik olanda birini ayıranda ipin 25 metrlik hissəsi onu götürür, bir ucunu ilgəş bağlayır, kiçik halqa şəklində, bir ucunu da ağaca bağlayır. 50 metrlik hissəni keçirdir bu halqadan və 2 qat eləyir. Düşür aşağı bura, ikinci ağacın yanına. İkinci ağacın yanına düşəndən sonra ipin bir ucundan dartıb ilgəkdən çıxır ip, 50 metr əliyib özündə olur. Bundan sonra götürür 50 metrlik ipin bir ucunu ikinci ağaca bağlayır və oradan aşağı rahat düşə bilir. Burada təbii ki, 25 metrin bir ucunu ağaca, bir ucunu da halqa eləyəndə orada 25 metrə yaxın olur. Orada 30-40 santimetr ola bilər istifadə olur. Beləliklə, turist bu qayda ilə uçurumdan aşağı düşür.